Salam, Qazaxıstan vloqunda sizi xoş gördük. Aeroporta yolu düşən hamı kimi mən də sevincək birinci aeroportu gəzirəm. Kofemi içib, sonra bax belə ənənəvi təyyarə videosu ilə davam edirəm. Açığı burada mən yatmışdım, amma stüardessanın ət yoxsa toyuq səsinə oyandım, amma təəssüf ki, səhvən dietik yemək seçmişəm. Çox qanım qaraldı və nəhayət ki 3 saat sonra Almatıya çatdıq. Bura Panfilov parkıdır və təbii ki, o boyda yolu təkcə park gəzmək üçün gəlməmişik. İndi isə keçirik əsas məsələyə, yəni Almatının ən simvolik, rəngarəng binalarından biri olan Zenkov kilsəsinə. Kilsə tamamilə taxtadan tikilib, burada çöl hissədən görüntünü görürsünüz siz və maraqlısı odur ki, bir dənə də olsun dəmir dirək istifadə olunmayıb. İndi içərini görəndə diqqət edin. Bir dənə də olsun dəmir dirək yoxdur və 1904-1907-ci illərdə tikilməsinə baxmayaraq hələ də rəngarəngliyini, möhtəşəmliyini qoruyub saxlayır. Maraqlısı da odur ki, bu bina dünyadakı ən hündür taxta tikillərdən biridir. İndi isə gəlin tamamilə fərqli bir məkana gedək. Bura Qazaxıstan Milli Xalq Musiqi Alətləri Muzeyidir. Və elə videodan da gördüyünüz kimi çox səmimi qarşılanırıq. Xanım Qazax dilində muzeyimizə xoş gəlmisiniz deyir və biz yollanırıq muzeyi gəzməyə. Burada əsasən Qazaxların qədim musiqi alətləri sərgilənirdi. Məsələn, dombura, qobuz, jetigen kimi adını ilk dəfə eşidəcəyiniz maraqlı alətlər var. Necə ki, mən ilk dəfə eşidirdim və görürdüm. Həmçinin hər alətin, musiqi alətinin öz hekayəsi, öz enerjisi var idi. Həqiqətən də bunu hiss etmək olurdu. Bu gördüklərinizin bir neçəsinin şəklini çəkmişdim. Yəni məlumat olan hissənin şəklini çəkmişdim və onları sizə də demək istəyirəm. Məsələn, burada qobuz deyə bir alət var idi ki, qədim türklər onu şaman ayinlərində istifadə edirlərmiş. Hər musiqi alətinin səsini həm yanında olan qulaqçıqdan, həm də bax belə monitorda, həm görüntü olaraq, həm də səs olaraq görmək olurdu. Və daha sonra isə başqa bir ən qədim alətlərdən biri olan şerter. Şerter kamançıya bənzəyirdi daha çox. Bu alət çox vaxt ritual musiqilərdə istifadə olunurdu və ondan ruhlar, təbiət qüvvələri ilə əlaqə qurmaq üçün istifadə edirdilər. Təbii ki, burada adını çəkmədiyim yüzlərlə musiqi aləti var və bunu da qeyd edim ki, muzey 1900-ün əvvəllərində tikilib. İlk öncə zabitlər klubu kimi istifadə olunub, daha sonra muzeyə çevrilib. Buradan sonra tamamilə planımızda olmayan bir yerə getdik, çünki çox ac idim və başqa çarə yox idi. İlk dəfə at əti sınayacaqdım və açığı çox tərəddüd edirdim, çünki burada düşündüm ki, tamamilə yaxşı bişməz. Çünki dəniz məhsullarında daha effektivlidir bu üsul, amma çox gözəl bişmişdi və çox mükəmməl dadı var idi. Həqiqətən hamı tərifləyirdi və elə haqqını da verir. Hətta deyərdim ki, əgər Qazaxıstana yolunuz düşsə, at əti yemədən dönməyin. Bu arada bura təkcə restoran deyil, həm də tarixi qədim bir yer idi. Yemək fasiləsindən sonra muzey gəzintimizə davam edirik. Bu gördüyünüz isə Qazaxıstan Milli İncəsənət Muzeyidir. Muzeyin qarşısında festival ab-havası var idi və təbii ki, mən də qaçırmadım. Qazaxıstan milli geyimləri, milli aksesuarlar, nə gördümsə hamısını sınadım. Bu baş aksesuarını isə çox bəyəndim, söz ola bilməz. İndi isə muzey haqqında danışaq. 1976-cı ildən fəaliyyət göstərən bu muzey Qazaxıstanın ən böyük incəsənət muzeyidir. Çox adam var və bir kənara çəkilib gözləyirəm ki, kütlə azalsın ki, daha rahat formada baxa bilək. İçəridə 25 mindən çox əsər var. Kifayət qədər vaxt lazımdır ki, həm rahat, həm də zövq alaraq baxasan. Və təbii ki, biz günün bir yarısını bura sərf etdik. Qədim türk dövrünə aid əsərlər, heykəllərdən tutmuş, müasir əsərlərə qədər hər bir şey var idi. Yəni tək tərəfli deyildi. Daha çox diqqət çəkən hissə isə xalq mədəniyyəti ilə bağlı bölmələr oldu. Yəni şaman ruhu, Qorqud ata mövzusu. Əgər muzeylərə marağınız varsa, muzey gəzməyi sevirsinizsə, Qazaxıstana getsəniz mütləq bu muzeyə gedin. İndi keçəcəyimiz otağı məncə bütün teatr sevənlər bəyənəcək. Burada teatrda, tamaşalarda istifadə olunan geyimlər sərgilənirdi. Və təbii ki, burada bunların yalnız bir hissəsini görə bilirsiniz. Hər paltarın aid olduğu səhnələr də əks olunubdur. Birinci paltarlar qoyulur və onun yanında isə tablolar hansı səhnəyə aiddir, onlar əks olunurdu. Artıq gün bitirdi, muzey bağlanmağa yaxınlaşırdı və biz bu gözəlliklərdən ayrılmalıydıq. Çıxışa yaxınlaşırdıq ki, konsert gördük. Milli musiqilər, milli alətlərin olduğu və hamının heyranlıqla baxdığı, tamaşa elədiyi
Möhtəşəm bir canlı musiqi idi. Tək bununla bitmirdi. Master klasslar var idi. Yəni həm sən öz əl işlərini hazırlayırsan, həm də istəsən tamaşaçı kimi gəlib sadəcə baxa bilərsən. Muzeyin həyətinə çıxanda gördük ki, çöldə hələ də festival davam edir. Bu nəhəng pizza diqqətimi çox çəkdi və ancaq dilim formasında ala bilərsən. Təbii ki, bunu da sınayırıq və gözlədiyimdən çox dadlı idi. Həm məkan olaraq, həm festivalın təşkili özü çox maraqlı idi. Biraz da yağış yağdı. Lap romantik, maraqlı bir ortam yarandı. Düşünürəm, yağış yağmasa, gecə olmasa festival hələ də davam edərdi. Burada isə Qazaxıstan şirniyyatları görürsünüz, amma çox dadsız idilər. Nəinki dadsız, hətta yeyiləsi deyildilər. Muzey gəzintisindən yoruldunuzsa, indi sizi fərqli bir yerə aparacağam. Bura Köktəbə, yəni Almatının damı deyə bilərik. Biz bura kanatla qalxdıq. Düzdür, maşın yolu da var, amma kanatla daha qısa məsafədə. Yəni 6-7 dəqiqəyə çatırsınız, amma mənə 1 il kimi gəldi. Çünki çox hündür idi və uzun idi. Yəni get-get bitmək bilmirdi yol. 1700 metrdir, amma istər-istəməz insana çox uzun gəlir. Buna baxmayaraq siz yenə də maşınla getməyin, kanatla gedin. Çünki mənzərə çox gözəldir və vaxta qənaət etmiş olursunuz. Burada muzey, tarixi yerlər yoxdur. Daha çox əyləncə, oyun, canlı musiqi bu tərz yerlərdir və turistik mağazalar var ki, qəti şəkildə heç nə almayın. Çünki yersiz dərəcədə bahadır və bir sıra oyunlar sınadıq. Ən çox sevdiyim bu yerləncələr oldu. Çünki bura çox hündür yerdir. Yəni şəhərə 500 metr məsafədən, yəni hündürlükdən baxırsan və ekstrada yerləncəyin hündürlüyü çox qəşəng idi. Burada olan istər coffee shop, istər restoran, hər birinin həm mənzərəsi yaxşı idi, həm də xidmət içəri çox yüksək səviyyədə idi. Həm də burdan bütün toy çəkilişi, məzun çəkilişi, bütün çəkilişlərə baxa bilirsiniz. Maraqlıdır, amma bu məzunlar çox kaprizli idilər. Səsləri bütün aləmi götürmüşdü və narahat edici idi. Dediyim kimi burada hər tərz restoran var. Bu restoran isə daha çox milli musiqi, milli abu-havada olan bir yerdir. Yəni divarlarına, quruluşuna baxsanız, sanki tarix muzeyidir. Qazaxıstanda sonuncu günümüzün vloqu isə növbəti videoda olacaq. Çox maraqlı bir yerə getmişdik. Onu da sizinlə paylaşacağam. Özünüzə yaxşı baxın. Hələlik.